What's happening YouTube? Rəşad Business, Back in Business, Chill Always in Business dostlar. Deməli bu gün nə qayırıq? Bu gün əlimdə hardasa bir 20-dən çox musiqici var və bu musiqiçiləri öz kayfıma görə sıralayacağam. Niyə? Çünki eləməyə heç nə yoxdur və eləməyə heç nə olmayanda burada tapıla biləcək ən normal insan kimdir? Belə bir tier listimiz var. Burada çox musiqiçi var. Belə bir tierimiz var. Ən yuxarıda Baba Produr, yəni ən yaxşı musiqiçilər. Yaxşıdır, yəni əla deyil, amma yaxşıdır yenə. Belə də, yəni belə də, nə bilim, bu kimdir amma tanımıram. Tanımadıqlarımı bura qoyacağam. Pox kimi. Yəni pox kimi də, yəni belə nə bileyim də. Ever since I was a kid, knew I was the shit. Playboy Carti'den başlayırıq. Bax, pox kimi deyil. Amma pox kiminin biraz yuxarısındadır. Bax, pox kimi deyil. Onun söz yox. Amma oxşuyur. Yəni hoşuma gəlmir də, nə qarım. Suallar presse bir yandan. Aygün Kazımova. Bu kadın özünü çox diva kimi aparır. Amma yəni nə bilim. Aygün Kazımova bunu belə deyə qoyuram. Yəni yaxşı deyil də, yəni. Sırada Kalyut. Bu qadın divadır. Bu hər Kalyut'un mahnısını eşidəndə bana belə oluram. Görə bu qadın baba qat tier musiqiçidir mənə görə. Sağda olub Kalyut'un yaxın zamanda. Allah analı atalı bəyçi. Allah. Efraim Drake'e baxanda mənim gülməyim gəlir. Ay belə əvvəl bir dənə meme yaratmışlar. Oy belə bir dənə daşdan keçmişlər bu adamdan. Kendrick Lamar'dan sonra Mac DeMarco bu adam. Mən bu adamı bura alıram. Niyə? Çünki The Weeknd. The Weeknd zor. Home. Randy Goofy a.k.a. Home. Bu adamı mən Kalyut'un yanına alaram. Çünki bu adamın mahnıları mən zordur da, başqa nə deyə bilərəm. Bu BTS-dir bu. Nə oluyor lan? Sözün açığı mən BTS-ə çox qulaq asmıram. Amma qulaq asdığım qədərilə belə də deyə bilərəm. Mənim fikrimdir bu. Mən demirəm BTS pisdir ya da nədir. Amma BTS-ə qulaq as. Ice Spice, danışmaq istəmirəm də yəni Ice Spice haqqında. Çox kimi də yəni. Ezel. Eşşək. Ezel zordur. Mən qulaq asaram Ezelə. Yaxşı deyə qoyuram onu. Eminem bax. Amerikada tur şoferləri var ya. Papaq taxan. Qabağı burnu belə olan. Fırıları sürən daydaylar. Onların qulaq asdığı tipdir də yəni. Onlar rap deyəndə şey yox, başa düşürlər. Bıdı danışsın, qutarsın, geçsin. Rap onlar üçün budur da yəni. Ona görə Eminem Balayli, oy belə, Balayli. Ala, Balayli, oy belə. Bu adam dəqiq, bu adam nə yazır? Bu adam çox həm yaxşı adamdır, həm mahnı olaraq yaxşıdır, həm də çox pis. Ona görə mən bunu hətta belə bir dənə tir açıram. Sırf Ozzy Osbourne-a görə də. Sən gəl bıraq. Kayra. Kayranı mən qoyuram yaxşı tərəfə. Kayra çünki özüdür. Kayra zordur. Mahnılar, bax mən ikinci dəfə deyə bilərəm ki, bir Kayradır. Bir də Kendrick Lamar'dır. O deyil burada Kendrick Lamar da buradaymış. Sana da qoyuram bunda bura. Bir Kayradır, bir də Kendrick Lamar'dır. Bu ikisinin mahnılarındakı məna o birisi heç bir mahnıçılarda yoxdur. Var yoxsuna lənət. Bunlar ikisi də zor hekayə danışır. Yəni elə bir öpüşün də siz nə olar? Kimdir? Qonşu.